Bəhram Nəsibovdan söhbət deyirsiniz. Bəhram Nəsibov mənim ən yaxın dostum olub. Allah onu rəhmət eləsin. Özü çox böyük bəstəkar idi. Gözəl də dost idi. Oyla günlərimiz olub bizim. Toylarda, tədbirlərdə, konsertlərdə. Həmişə də bəstəliyirdi. Birinci gəlirdi, filarmoniya gələn kimi mənə çağırırdı ki, Mirzəyev bura gəl. Təzə musiqi yazmışam, bir qulaq as gör necədir. Birinci dinləyicisi mən olurdum onu. Xoşuma gələndən sonra deyirdi, özü bizim söhbətlərimiz tuturdu, zarafatlarımız bərk tuturdu. Mən də nəsə bir təzə bir musiqi eşidəndə tez onun üçün ifa edirdim ki, belə də bir təzə şey çıxırdı. Rayonlara çox toylara gedirdik. O rayonlarda toylarda olmuşuq ki. Ondan başqa onun musiqiləri ilə özünüz bilirsiniz ki, nə qədər müğənnilər, Nəzakət Məmmədova, Süleyman Abdullayev, Niyaməddin Musayev, Teymur Mustafayev, sayılıca daha da çox olar. Bəhram Nəsibovun musiqiləri ilə demək olar ki, doğru dildə deyimi desək onlar əmələ gəliblər. Onun da musiqiləri bizim böyük bəstəkarımız Ələkbər Tağıyev musiqiləri kimi demək olar ki, bugün necə yaşayır, bundan sonra da yaşayacaq. Çünki Bəhram Nəsibovun musiqiləri belə musiqidir. Ondan başqa o bəhli təbil də yazırdı. Şeirləri də var idi onun. Bəstəliyirdi. Toylarda başımıza o qədər işlər gəlib ki, o bir arada təzə gəlin mahnısı sərf eləmirəmsə yazmışdı. Onu Şamova vermişdi İsayevə oxuyana. O musiqi ilə demək olar ki, Şamo İsayev dəbə düşdü. Şamo İsayev də o vaxt Skorpomişdə işləyirdi. Bəhram onu da dəbə salmışdı. Bir gün Məşdağada toyda idik. Onlar da dəbdə idilər Şamo İsayev. Təzə toy başlamışdı. Bir də gördük, o Bəhram girdi içəri. Mənə gördü, sevindi, şey elədi. Akazıqsa, bunları da dəvət ediblər də, dəbdə olan müğənnidir, bunları da dəvət ediblər həmin toya. Gəldilər, dəstələrini qurdular, elədilər, görüşdük. Biz çalırdıq, Şamo da təzə çıxıb, oturub belə balet edirdi mənə. Şamo görür ki, mənim qabağıma yaxşı pullar da göndərirlər də, çalıb oxuyuruq, pul yaxşı gəlir qabağıma. Bunlar çalıb oxuyanda biraz zəif pul verirlər. Nəsə, bayra çıxdıq, belə fasilə oldu. Bayra çıxdıq, Bəhram da bilir də mən sözləyənəm. Dedim, Şamo'la gəldi, yaxınlaşdı mənə. Ki, Mirzəyev nə var, nə yox. Nə var, nə yox deyən kimi, birdən Şamo qayıtdı mənə ki, Mirzəyev mənə işləyərsən? Dedim, harada Skorponmuş da? Deyir, yox, elə Skorponmuş. Toylarda görüm ki, belə yaxşı bir pul verirlər. Dedim, toylarda deyirəm. Dedim, yox, Şamo, mən səni işləyə bilmərəm. İndi bu dəqiqə özün bilirsən də, klarnet sahəsində birinci yerdə Şəmsi İmanovdur, ikinci yerdə Əşrəf-Əşrəfzadədir, üçüncü yerdə də demək olar ki, Parisdə mənəm də, hamımız 30 gün toy çalırıq. Mən Skorponmuşda deyəndə, Bəhramı nətər gülmək tutdusa, inandırım sənə desə ki, bəlkə yerə sərildi, o qədər qətləndi gülməkdən, Bəhram ölürdü də mənim belə lapdan cavab verdiyim sözlər üçün. Ürəyi xərab oldu Bəhramın. Toy çaldıq, qutardıq. Sonra belə oldu ki, neçə illər keçib üstündən, Allah rəhmət eləsin, Şəmsi İmanov da rəhmətə gedib, Əşrəf-Əşrəfzadə də rəhmətə gedib. Mən də dayanmışam burada bulvarda musiqiçilər yaşayırdı, orada bir kənarda. Bir də gördüm ki, Şamo'la Bəhram yenə bir yerdə düşüb, bir yerdə gəlirlər. Bəhram məni gördü, istəyir nə qədər adam olsun musiqiçilərin içində, ancaq mənə gəlmədi. Birinci mənə gəlib görüşməlidir, sonra indi ola bilər ki, harası geçsin, nəsə eləsin. Bunlar yaxınlaşdılar mənə, nə var, nə yox. Şamo nəsə gəl özünü saxlamadı. Birdən qayıtdı mənə ki, Mirzəyev, indi necə? O vaxt dedim, bəs belə buna, indi də işləməzsən mənə. Mən belə baxdım Şamo'a, deyirəm ki, Şamo, yadındadır neçə illər bundan qabaq sən bu sual mənə vermişdin. Onda mən sənə cavab verdim ki, birinci yerdə Şəmsi, ikinci yerdə Əşrəf, üçüncü yerdə mən klarnet sahəsində bütün Bakı kəndlərinin toylarını çalırıq. İndi onlar ikisi də rəhmətə gedib. Mən onda sənə işləmədim. İndi necə deyirsən? Şamo deyən belə baxır mənə. Gördüm, baxır. Dedim, Şamo, niyə baxırsan? 3-dən 2 çıxa bilmirsən. Bəhram o qədər güldü ki, yəl oldu 3-cü yerdəydi, mən sənə hə demədim. İndi 3-dən 2 çıxanda 1 qaldı, nə? Bəhram qayıtdı, köp oğlu, nə tərdidirsən sən bu sözü? Şamo deyən baxır, deyirsən ki, 3-dən 2 çıxa bilmirsən, nəyə baxırsan deyib. Bəhram belə xərab oldu gülməklə. Toylarda başımıza belə işlər gəlib Bəhramla. Özü Bəhramın yaxşı sürücülük qabiliyyəti də var idi. Məsələn ki, o da mənim kimi neçə illər sənətdə olmuşuq, rulunu heç kəsə verməyib. Bütün rayona gedərdik, hara gedərdik, maşını özü idarə eləyərdi. Bir dəfə də yenə də toyda idik rayonda.
Hələ ertə idi də toyun başlamasına, o qədər toy sahibi gəldi ki, biz Bəhram hamımız bir yerdə idik biz onda. Müğənni, bilmirəm kim idi, Süleyman idi, kimsə, müğənnini Bəhram Nəsibov özü gətirmişdi. Mən də o dəstədə idim. Toy sahibi gəldi ki, biz gedin toyxanaya, toyxana vaxtı deyildi. Çörək verməmişdilər bizə. Gətirdilər, qatıq zad qoydular, rayon yerində təzə qatıq. Hələ biz balaca qatıq çörək yedik, gəldi, toy sahibi gəldi ki, qonağım var. Rayonda da belə 3-5 adam gəldi, gəl keçirsən o palatkanın içinə. Biz getdik palatkanın içinə, qatıq da yarımçıq qaldı. Bəhram da belə şey qaldı, pis qaldı da. Çünki Bəhramı orada məndən yaxşı tanıyırdı, həmin rayon adamı, kənd adamı. Pərt oldu ki, çörək yeməmişik, qatığı yarımçıq yemişik. Bizi toyxanaya sarsan. Toyxanaya təzə oturmuşduq. Gördük, bu gələnlər, bu motosikletlə qonaqlar gəlmişdi. Biri cumdu gəldi mənim üstümə. Qayıtdı ki, bir dənə hop-stop çalın. Hələ indi başlamışıq, hələ heç nə yoxdur. Dedim, ay kişi bir dayan girəndə, qatıqla hop-stop olar. Qatıq yiyib gəlmişik bura. Bəhram yürüyə xərab oldu gülməkdə. Bu dəmdə, biraz çaldıq, çıxdı, getdi. Adam çox yox idi axı. Həyətdə də toğ, cüzə, qaz, ördək doludur da. Bir də gördük, Bəhram başladı nəsə çalmağa. Bir dənə böyük qaz qabaqda, dalıcəndə balaları sıra ilə, elə əməlli başlı sıra ilə gəldilər, dayandılar toyxananın düz tən ortasında. Dayandılar, indi Bəhram da çalır, nəsə lirik bir musiqi çalırdı. Biz də klarneti qoymuşuq, qulaq asırıq da Bəhrama. Başını qoyub gitarın üstündə. Mən Bəhramın bir barmağımı vurdum ki, bura bax. Qazlar dayanıblar, bir dənə qulaq asırlar Bəhrama, bax, belənçik. Belə baxdı Bəhram 80-də, gülmək tutdu, onu dedim ki, Nəsib o, sənə qulaq asırlar, özü yeməli qazlardır. Bunları necə yiyək biz? Qayıtdı mənə ki, sən belə elə də, sən ged soruş bunların ağalarından, qazların yiyəsindən. Gör, bunları bir yiyək biz, yoxsa hamısını bir yerdə. O musiqini çalıb qutarana qədər, inanırsınız, o qazlar dayandılar, qulaq asırlar. Bəhram Nəsibovun ifasında nə qədər güclü ifa var idi ki, çox güclü, şirin gitarı ifa edirdi. Qabaq düzdür, tar aləti çalıb o. Musiqiçi kimi gitar ifaçılığı çox güclü idi Bəhramın. O vaxtda gitar ifaçılığı, məsələn üçün, düzdür, 3-5 adam var idisə gitar sahəsində, onlardan biri də Bəhram Nəsibov idi. Bəhram Nəsibovun bəstəkarlığı bir kənara qalsın, toylara dəvət edirdilər onu gitar ifaçısı kimi. Şəxsən o gitar ifaçısı kimi onu dəvət edirdilər də, o qədər güclü ifa edirdi. Bir də ki, müğənnilər, o müğənniləri çox qəşəng müşahidə edirdi, xanəndələri. O vaxt xanəndə çox idi. Ona görə xanəndələr də onu çox istəyirdilər. Onun müşahidətinə görə Bəhram Nəsibovu çox istəyirdilər. Bəhram Nəsibov demək olar ki, əksər vaxt loru dildə deyirləri, başını qaşımağa vaxtı yox idi. Toylardan, şadlıqlardan o qədər ki, onu dəvət edirdilər. Çox gözəl musiqiçi idi. Çox gözəl ailə başçısı idi. Dostluğumuz demək olar ki, illərlə davam edib onu. Gecə-gündüzdə nə qədər illərlə biz Bəhram Nəsibovla bir yerdə olmuşuq. İndi rəhmətə gedib dünyasını dəyişib, Allah onu rəhmət eləsin. Amma yenə qeyd edirəm ki, onun musiqiləri dünən də yaşayıb, bugün də yaşayır, sabah da yaşayacaq. Bəhram Nəsibov o dövrdə musiqiləri bəstələyəndə demək olar ki, o dövrdə çox musiqiləri onun xalq musiqisi kimi qələmə verirdilər. Nəsə var idi, icazə vermirdilər də, belə müəllif bilinsin kimdir, nəçidir. Məsələn üçün, onun bəstələdiyi çox musiqi var. Aydəli Ceyran, mərhum Tələt Qasımov da onu oxuyub. İndi həmin musiqilər üzə çıxıb, hamısı bilir ki, həmin musiqilərə yüzlərlə Bəhram Nəsibov musiqiləri xalq musiqisi adında o vaxt getmişdi. İndi hamısı üzə çıxıb bilirlər ki, bu musiqilər hamısı Bəhram Nəsibov musiqiləridir. Sən də həmdən, mən də həmdən, səni qəmli görəndə, sən güləndə, Qarabağ, təzə gəlin, Niyamətli Musayev, deyin, haradadır? Çox deyən musiqiləri çoxdur, həddindən artıq çoxdur Bəhram Nəsibov musiqiləri. Həmin musiqilər yenə sağ olsunlar ki, bizim Qızıl fondumuzda, Radion fondunda hər yerdə saxlanılıb. Mən onu sizə deyim ki, bu Arif Babayevin də haradasa əmələ gəlməkdə Bəhram Nəsibov musiqilərinin çox böyük rolu oynayıb. Çünki o dövrdə Bəhram Nəsibov çox güclü bəstəkar idi. Özü də o nə yazırdı, o dəqiqə dəbə düşürdü. Musiqi də dəbə düşürdü, onu oxuyan müğənni xanəndə də dəbə düşürdü. Bəhram Nəsibovun musiqiləri belə musiqidir. O musiqilərini, məsələn üçün, o başqa cür çıxmasın, ifa eləyən kimi o dəqiqə adam başlayırdı rəqs eləməyə. O qədər ki, oynaq, qəşəng musiqiləri vardı. Ondan başqa o vaxtın musiqilərinin sözləri də
əməlli sözlər idi. Birincisi tarzən olub o. Rəmiş özü də elə tar çalıb. Sonra gitarı keçib, özü gitarı keçib, musiqi alətini dəyişməklə elə ən böyük nədir, üstəlik odur ki, onu sayıblar. Bəhram Nəsibov məsələn üçün bir gitarı ifaçısı kimi sayıblar. O əgər pis ifa eləsəydi, heç kəs onu saymazdı da, hələ qalardı tarında. Tar ifa eləyərdi. Sonra ki də musiqiləri onun bir nömrəli musiqi olub da. Amma çox təəssüflər olsun ki, bu günə qədər mən məsələn üçün gördüklərimi özüm şəxsən öz adımdan deyirəm bunu. Bəhram Nəsibovun adına nə bir gecə keçirilməyib, nə bir tədbir keçirilməyib, necə deyim, nə bir Bəhramın yubileyi keçirilməyib Nəsibovun. Yaxşı olardı ki, Bəhram Nəsibovun barəsində heç olmasa bir gecə onun üçün qəşəng bir sənədli film çəkəydilər, bir gecə keçirəydilər onun üçün. Bəhram Nəsibov böyük bəstəkar olub və olacaq da.